Adam sevgilisi yolunda bu qaydada eşq əziyyət gətirir və əziyyəti ləzzət eləyir. Razısınız da? Eşq oldu, əziyyət olmadı, harası eşqdir və eşq olan yerdə əziyyət başdan ayağa ləzzətdir. Bu qəzəllərdə deyir, sən naz eləyirsən, üzü belə örtürsən, mən belə, bu ləzzət var. Bunlar hamısı həyatın çətinliklərini deyir o, irfani dildə. Bu əziyyətlər həyatda məşuqa qovuşmaq üçün olur, ləzzətə çevrilir. Bilirsən ki, bir yol gedirsən ki, sevgilivə tərəf, o ilə görüş var. Bilirsiniz, deyir, innəkə kadihun ilə Rabbikə kədhən. Ey insan, sən Rəbbivə doğru çətin və çox çətin bir yol gedirsən. Və axırı nədir? Fəmulaqi, axırda görüşəcəksən. Yəni, vüsal var bu hicranın axırında. Bu vüsal var. Vüsal nədir? Qovuşmaq. Qovuşmaq, sən məşuqova qovuşmaq üçün axır olmasaydı, adam dəli olardı.